Bu ətir Faberlic şirkətinin xüsusi ətiridir. Nəyə görə xüsusi? Çünki bu ətirin gözəl bir tarixçəsi var. Bu ətiri Faberlic şirkətinin qurucusu Aleksey Nechayev məhz öz toy gününə özəl olaraq hazırlatdırmışdı. Ətirin adı da buradan gəlir. Portujur. Fransız dilində əbədi, sonsuza dək deməkdir. Əslində sadəcə toya gələn qonaqlara verilməsi üçün özəl olaraq hazırlatdırılmışdı bu ətir. Amma toya gələn qonaqlar bu ətirin qoxusunu o qədər çox bəyənirlər ki, yenidən istehsal olunması üçün müraciət edirlər və beləliklə bu gözəl ecazkar qoxulu parfüm Faberlic kataloqlarında öz yerini alır. Və bu dəqiqədə ən çox satılan parfümlərdəndir. Qoxusu sərin, yay notlarında olan bir parfümdür. Çiçəksi və sərin qoxuları sevən xanımlar, əsl sizin seçiminiz olacaq. Sevgi notları ilə yaranan bu ətiri əldə etməyə tələsin.